Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. وعلى آله الأطيبين الأطهرين المنتجبين سيما بقية الله في الأراضين. اللهم إني أحمدك وأستعينك وأستغفرك وأتوكل عليك. والسلام على أئمة المسلمين وحماة المستضعفين وهداة المؤمنين. أوصيكم ونفسي بتقوى الله. Aziz cümə iştirakçılarını və özümü ilahi təqvaya dəvət edirəm. Təqva hamımızın uğrunda çalışmalı olduğumuz ən önəmli xüsusiyyətlərdəndir. İnsanın səadəti buna bağlıdır. Quran-ı Kərim buyurur, Allah Teala Bəqərə surəsində 189-cu ayədə belə buyurur. Bismillahirrahmanirrahim. Vəttəqullahə ləalləkum tuflihun. Təqvalı olun ki, nicat tapasınız. İnsanın nicat yolu təqvadadır. İnsanın hidayət yolu təqvadadır. Bu müqəddəs və aramızda olan möcüzə olan Quran-ı Kərim təqvalılar üçün təsirli olacaqdır. Zəlikəl kitabu la rayba fih hudən lil muttəqin. Şək şübhə olmayan bu kitab təqvalılar üçün hidayət mənbəyidir. Düzdür, Allah Teala Quran-ı Kərimi hamı üçün göndəribdir. Başqa bir ayədə var ki, hudən linnas. Bu kitab bütün insanlar üçündür. Amma insan təqvalı olsa bu hidayətdən daha səmərəli istifadə edəcək inşallah. Keçən cümə gününün önəmli məsələlərindən biri qeyd elədik ki, cümə qüsludur. Hətta bir hədisdə vurğulandı ki, ən üstün müstəhəb əməldir cümə qüslu. Və hətta Peyğəmbər Əkrəm əleyhissalama nəsihətində buyurdu ki, o gündəlik tələbatının xərcini verməklə su alsan belə, onu xərclə, su al və bu cümə qüslunu yerinə yetir. Başqa bir bugünün önəmli müstəhəb əməllərindən biri İmam Zaman sallallahu aleyhin ziyarətidir. Möminlər gərək bu gündə Həzrəti Höccətə İmam Məhdi əleyhissalama diqqət eləsinlər. Bugün o Həzrətin ziyarəti, yəni onu yad eləmək, müxtəlif ziyarətnamələr oxumaqla o Həzrəti yad eləmək, fərəcinin təcili üçün dua eləmək, fərəc duasını oxumaq çox müstəhəb əməllərdəndir. Çünki bir çox rəvayətlərdə o Həzrətin cümə günü zuhur edəcəyinə işarə olur. İmam Zaman sallallahu aleyhi gözləyənlər və həqiqi müntəzirlərinin xüsusiyyətlərindən danışırdıq. Və onun üçün elə İmam Zaman sallallahu aleyhin öz dilindən nəql olan duaya işarə edirdik və dedik, bunlar İmam Zaman sallallahu aleyhin o müntəzirlərindən, o Həzrətin yolunu həqiqi gözləyənlərin xüsusiyyətidir. İnsan gərək bunları əldə eləmək üçün çalışsın. Dua belə başlayırdı. Bismillahirrahmanirrahim. Allahümme erzuqna tevfiqət ta'ə və bu'dəl ma'siyyət. İlahi bizə itaət etmə tevfiqi ruzi ilə. Danışdıq hansı amillər tevfiq gətirir. Yəni insanı xeyir bir işə müvəffəq edir. Və bu'dəl ma'siyyət. Günahdan uzaqlıq. Tevfiqini, ruzisini bizə əta edir. Və sidqən niyyə. Niyyətin dürüst, düzgün, səmimi olmasını bizə ruz edir. Və irfanəl hürmə.
Allahın hədlərini, hududlarını, halal haramlarını tanımağı bizə ruz elə. Və əkrimnə bil-huda vəl-istiqamə. Hidayət və hidayət yolunda istiqamətli olmağı bizə kəramət elə. Və səddid əlsinətinə bis-səvabı vəl-hikmə. Bizim dillərimizi, danışığımızı düz sözlə və hikmətli sözlərlə möhkəmləndir. Yadınızda olsa, keçən çıxışda qeyd elədik ki, dilin möhkəmlənməsi qəlbdən asılıdır. Bu duaya diqqət eləsəz, bu duanı mütləq tapın, əzbərləyin, mənasını başa düşün, oxuyun və bir-birinə bu duada bağlılıq var. İnsanın dili düzə örgəşməsi üçün, hikmətli söz danışması üçün qəlbi gərək düzəlsin. Ona görə bu fəqərənin ardınca oxuyuruq. Vəmlə qulubənə bil-ilmi vəl-ma'rifə. İlahi, qəlblərimizi elm və mərifətlə, agahlıqla doldur. Vəmlə, yəni doldurmaq mənasındandır. Allahdan istəyirik. Bu sadəcə istəməklər deyil. Yəni qeyd elədik ki, bu dua bizə öyrədir ki, bu istədiklərimizin ardınca insan gərək hərəkət eləsin. Bunların ardınca olsun. Yalnız elə dua ilə kifayətlənməsin. Bu dua bizə öyrədir ki, hansı istiqamətdə hərəkət eləyək. Vəmlə qulubənə bil-ilmi vəl-ma'rifə. İlahi, bizim qəlbimizi elm və agahlıqla doldur. Qəlbimiz düzəlməsinin əsas yollarından biri budur. O qəlb həqiqi müntəzirin qəlb bir qabdır. İmam Zaman salamun əleyh bizə öyrədir ki, o qabı biz nə ilə dolduraq? O qabı biz elm və mərifətlə doldurmalıyıq. Çox təkid olunubdur. Elmə, öyrənməyə, insan agah olmasına dinimizdə çox təkid olunub. Bizim ən önəmli, möhtəbər kitablarımızda bunun çox xüsusi bölmələr var. Xüsusi bablar açılıb, sırf bunun elmin fəziləti barədə, elmin əhəmiyyəti barədə və oradan bəzi hədisləri mən qeyd edəcəm. Ondan öncə bunu qeyd edeyim ki, Peyğəmbərlərin göndərilməsinin hədəfinə vurğulayan ayələr bir məsələdə bunu qeyd edir ki, Allah Taala Peyğəmbərləri göndərib ki, təlim versin insanlara. Və insanların da vəzifəsi budur ki, təlimlənsinlər. Huvəl-ləzi bə'ətə fil-ummiyyinə rəsulən minhum yətlu aleyhim əyatihi və yüzəkkihim və yuallimuhumul kitəbə vəl-hikmə. Öz içinizdən, öz cinsinizdən elçi və rəsul göndərən odur. Yəni Allah təbarək və tealadır. Nə üçün göndərib? Yətlu aleyhim əyati. Onun ayələrini, nişanələrini sizin üçün oxusunlar və yüzəkkihim. Onları paçlaşdırsın və yuallimuhumul kitəbə vəl-hikmə. Kitab və hikməti təlim versinlər. Deməli, Peyğəmbərlərin göndərilməsinin bir neçə hədəfləri vurğulanır. Əsas hədəflərdən biri budur. İnsanlara təlim versinlər. Bir mübarək hədisdə vurğulanır ki, elm əməlin yol göstərənidir. Baxın, biz əməllər yerinə yetiririk, onun yol göstərəni gərək elm olsun, agahlıq olsun. Çox önəmli məsələdir. Diqqət edin, əgər elm olmasa, agahlıq olmasa, bunun əksi nədir? Yerini nə alır? Elmin əksi nədir? Bilməməzlik, nadanlıq. İnsan yəni nadanlıq özündən əməl edir. Yəni bu o qədər önəmlidir ki, insan gərək elm üzündən bilsin, hərəkət eləsin. Bilməsə nə çox əməllər var ki, yerinə yetirəcəkdir, o hədəfdən uzaqlaşacaq. Çünki bilmir axı o, bilməməkdən əməl edir, yerinə yetirir. Bu bəşəriyyətin ən böyük problemlərindən biri budur. Bir işlər yerinə yetirir, bilməməkdən, nadanlıqdan
aləmi vurur bir-birinə. Ona görə dinimiz bu qədər təkid edir ki, insan gərək elm ardınca olsun, agahlıq ardınca olsun. Bir hədisdə vurğulanır, Səmi'tu əmirəl-mü'mininə yəqul. Ravi deyir ki, eşitdim, əmirəl-mü'minin əleyhissalam belə deyir. Əyyuhən nas, i'ləmu ənə kəmaləd dini tələbul ilmi vəl-əməlu bih. Ey insanlar, bilin ki, dinin kamilliyi, dinin kamalı, dində insan kamala çatmaq istəyirsə, dinə kamil riayət eləmək istəyirsə, dinin kamilliyi elm tələb etməkdədir. Elm tələb edib və həmin elmə əməl etməkdədir. Ələ və innə tələbul ilmi əvcəbu aleykum min tələbil mal. Bilin, agah olun ki, sizin üçün elm öyrənmək, elm tələb eləmək, mal-dövlət ardınca getməkdən daha vacibdir. Maldan daha vacibdir sizin üçün. Əleyhissalamın sözüdür. Maldan daha vacibdir sizin üçün elm. Səbəbini də deyir Həzrət. İnnəl mələ məqsumun məzmunun ləkum. Qad qəsəməhu adilun beynəkum. Çünki mal sizin aranızda bölüşdürülübdür. Zəmanət verilibdir sizin malınıza, ruzinizə. Adil olan Allah Təbarək və Teala öz sizin aranızda onu bölübdür. Və zəminəhu və səyəfi ləkum vəl-ilmu məxzunun ində əhlihi və qəd umirtum bitələbihi min əhlihi fətlubuh. Ancaq elm belə deyil. Elm öz əhlinin yanında saxlanılıbdır və sizin vəzifəniz budur ki, onu əhlindən tələb edəsiniz, onun ardınca gedəsiniz və onlardan bunu istəyəsiniz. Deməli, Əleyhissalam buyurur, maldan üstündür və mal insanlar arasında bölüşdürülüb, Allah zəmanət veribdir. Bir çox ayələr də bunu təsdiqləyir, insan gərək buna inana. Əlbəttə, mənası bu deyil, insan çalışmaya. İnsan hərəkətdə olmalıdır, halal ruzi dalınca olmalıdır. Allah zəmanət verir hər kəsin ruzisinə. Amma elm belə deyil, elmin gərək ardınca gedəsən və Əleyhissalam tövsiyə edir, sifariş edir hamımıza ki, elmin ardınca gedin. Başqa bir hədisdə vurğulanır, Səmi'tu Əbə Abdillah Əleyhissalam yəqul. Yenə ravi deyir ki, İmam Sadiq Əleyhissalamdan eşitdim ki, belə deyir. Aleykum bittəfəqquhi fiddinillah. Aleykum bittəfəqquhi fiddinillah. Və la təkunu ə'rabən. Fəinnəhu mən ləm yətəfəqqəh fiddinillah. Ləm yanzurullaha iləyhi yevməl qiyamə. Və ləm yüzəqqi ləhu əmələ. İmam Sadiq Əleyhissalam buyurur ki, dininizdə agah olun, dininizdə dərin biliyə malik olmağa çalışın. Bu sizin üçün vacibdir. O badiyəneşin ərəb kimi olmuyor. Çünki kim əgər dinində agahlığa çatmasa, ona diqqət edin, İmam Sadiq Əleyhissalam buyurur ki, Allah qiyamət günü ona nəzər eləməyəcək. Allah qiyamət günü ona baxmayacaq. Dinində agah olmayan şəxsə. Və ləm yüzəqqi ləhu əmələ. Bu da çox önəmlidir. Allah onun əməllərini paçlaşdırmayacaq. Deməli, əməlin paçlanmasının yolu budur ki, insan elm ardınca olsun. İnsan istəyir əməlləri düzəlsin, paçlaşsın, gərək agahlığa çatsın, elm öyrənsin. İmam Zaman sallallahu aleyhi buyurur ki, qəlbinizi, bu qəlb qabınızı elmlə, mərifətlə doldurun. Əziz İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi buyurur ki, elm öyrənmək hər bir müsəlman kişi və qadın üçün vacibdir. Vacibdir ki, elm öyrənsin. Başqa bir hədisdə o Həzrət
elmi üç növ olduğunu buyurur. Möhkəm ayə, ədalətli vacib hökm və möhkəm sünnə. Digər hədislərdən aydın olur ki, Həzrətin buyurduğu bu elmlər etiqad, əqaid elmidir, əhkam elmidir və əxlaq elmidir. Və bu üç sahə insanın inancını, əməllərini və mənəviyyatını tənzimləyir. Bu hədisdə vurğulanır ki, digər məsələlər fəzilətdir, yaxşıdır. Amma şərii baxımdan bu üç dənə elm qədər vacib deyil. Əqaid, əhkam və əxlaq. Məsələn, tarix elmidir, digər məsələlərdir, hamısı fəzilətdir. Hamısı lazımdır, onlara da gerək. Amma bu qədər əhəmiyyət verilməyibdir. İnsan ilk öncə bunların ardınca olmalıdır, öz inanclarını düzəltməlidir. İnsan o daxili inancları əsasında hərəkət edir. Əgər insanın inancı düzəlməsə, əməlləri də düz olmayacaq. İnancı düz olsa, haqq yolda olacaq. İnancları, etiqadları haqq olsa, yolu da haqq olacaq, əməlləri haqq olacaq. Batil olsa da batil yolda hərəkət edəcək. Əhkam da onun kimi insan şəriət hökmlərini bilməlidir, düz yerinə yetirməlidir. Bizim şəriətimiz elə bir şəriətdir ki, sonuncu şəriətdir. Peyğəmbər Əkrəmin gətirdiyi halallar qiyamətə kimi halal, haramları qiyamətə kimi haramdır. Allahın bizdən istədiyi bu halal haramları öyrənib öz əməllərimizi onunla uyğunlaşdırmağımızdır. Əxlaq da ki, bütün bunların səmərəsidir. Baxın, insan bilməlidir ki, mən hansı inanca sahib olum? Mən əməllərimi necə yerinə yetirim və mən necə olum? Necə olmalıdır? Nə etməliyəm, nə düşünməliyəm, nə inanca sahib olmam? Bu üç dənə elm təmin edir. Əqaid, əhkam, əxlaq. Hər bir müsəlmana Peyğəmbər Əkrəmin buyurduğuna əsasən vacibdir, elm öyrənsin və elmdə önəm daşıyan bunlardır. Bunların gərək ardınca olsun. Deməli, həqiqi müntəzirlərin sözümü yekunlaşdırıram, vəzifəsi budur ki, bu qəlbini elm və mərifətlə doldursun. Və bu elmlərin yolu budur ki, insan bunun üçün çalışsın, bunun ardınca getsin. Amma bilməlidir ki, bu məlumatlar sadəcə kifayət deyil. Bəzi imam müqatilləri də bu elmə sahib idilər, məlumatlı idilər. İnsan bununla yanaşı gərək öz nəfsini də islah eləsin. Bəzi elmlər insanın iktisab eləməklə, onun ardınca getməklə, onu öyrənməklə ələ gəlir. Bəziləri isə insan özünü saflaşdırmaqla, özünü düzəltməklə ələ gəlir. Bu özünü düzəltməklə Allah bəzi şeyləri ona öyrədir. İnsan özünü düzəltsə, təqvalı olsa, ruhunu saflaşdırsa, səbəb olar ki, bu elm nuru insanın qəlbinə daxil olsun. İmam Sadiq əleyhissalam bir hədisdə vurğulayır ki, elm nurdur. Allah istədiyi şəxsin qəlbinə salır o nuru. Bunun üçün insan şərait yaratmalıdır özündə ki, o nur insanın qəlbinə daxil olsun. Bu şəraitin ən yaxşı yolu insanın Allaha yaxşı bəndəlik eləməsidir, insanın özünü düzəltməsidir. Başqa bir məsələ bu duada istədiyimiz elm və mərifət. Mərifət daha xas mənası var, daha xüsusi mənası var. Mərifət yəni agahlıq. Hər elm agahlıq deyil. Amma hər agahlıq, hər mərifət elmdir. Bunların belə bir nisbəti var, diqqət edin. Elm bir məlumatdır. Elmi insan həzm eləməlidir, özündə, öz qəlbinə salmalıdır ki, mərifətə çevrilsin, agahlığa çevrilsin. Bu agahlıq müxtəlif sahələrdə ola bilər. Allahşünaslıq sahəsində, insanşünaslıq sahəsində, imamşünaslıq sahəsində. Amma ən önəmli məsələ ki, hədislərimiz buna çox təkid edib, insanın öz imamını tanımasıdır. Zəmanəsinin imamını tanımasıdır.
Biz duada belə oxuyuruq, çox təkid olunur ki, bu duanı axirət zamanda xüsusilə oxuyur. Allahümmə ərrifni nəfsək, fə innəkə illəm tuərrifni nəfsəkə, ləm ərif nəbiyyək. İlahi, mənə özünü tanıtdır. Əgər özünü mənə tanıtdırmasan, sənin rəsulunu tanımaram. Allahümmə ərrifni rəsulək, fə innəkə illəm tuərrifni rəsulək, ləm ərif hüccətək. İlahi, mənə rəsulunu tanıtdır, elçini tanıtdır, nəbini tanıtdır. Əgər onu tanıtdırmasan, mən sənin hüccətini, imamı tanımaram. Və axırıncı bəndə diqqət edin. Allahümmə ərrifni hüccətəkə, fə innəkə illəm tuərrifni hüccətək, zələltu an dini. İlahi, mənə imamı tanıtdır, mənə hüccətini tanıtdır. Hal-hazırda itaəti vacib olan imamı mənə tanıtdır. Əgər onu mənə tanıtdırmasan, dinimdən azaram. İmam tanımamaq səbəb olar ki, insan dinindən azsın. Çox hədislər var bu məsələyə işarə edirlər. İnsan gərək imamını tanısın və xüsusilə zamanəsində yaşadığımız imamı tanımaq bizim üçün daha önəmlidir. Allah hamımıza ruzə eləsin, tövfiq eləsin, zamanəmizin imamını tanıyaq. Bu fəqərənin ardınca yenə Həzrət, mən qısa işarə edirəm, gələn həftə inşallah bu barədə danışacağıq. Bu qəlbdə dedik ki, dil düzəlməsi üçün gərək qəlb düzəlsin. Düzdür, insan gərək dili düz sözlə, hikmətli sözlə möhkəmlənməsi üçün insan gərək qəlbi düzəlsin. Qəlb düzəlməsi üçünsə bundan sonraki fəqəriyə diqqət edin. Və təhhir butunənə minəl hərami və şübhə. İlahi, mənim bətnimi, qarnımı haram və şübhəli yeməklərdən pakla. Əgər istəyirsə qəlbimiz düzəlsin, gərək qidalanmamız haramdan olmasın, şübhəli şeylərdən olmasın. Bu düzəlməsə qəlbdə düzəlməyəcək. Allah inşallah İmam Zaman sallallahu aleyhin zuhurunu təcil eləsin. Bizi o Həzrətin zuhuruna hazırlaşanlardan qərar versin. Bismillahirrahmanirrahim. Vəl-əsr. İnnəl-insənə ləfī xusr. İllellezîne âmenû ve amilussâlihât ve tevâsav bil-haqqi ve tevâsav bis-sabr. Vesselamu aleykum ve rahmetullahi ve berekatuhu.